Salam değerli izleyicilerim. Akşamınız xeyirli olsun, gününüz uğurlu olsun. Videonun sonuna kimi izleyin ve destek üçün tabii ki takip atmalısınız, videonu beğenmelisiniz ve videoya yorum yazmağınızı unutmayın. Belə bir şey deyim, astraldan danışmaq istəyirəm dostlar. Bəzən insanlar astralı qarışdırırlar yuxu ilə. Astral yuxu deyil. Astral nə oyanıq halı, nə yuxu halı. İkisinin arasında qalan bir haldır. Siz o halda olarkən keçid edirsiniz astrala. O astral alemlərə keçid edirsiniz və o aləmlərdə nələr olur? O aləmlərdə ilk olaraq alt təbəqədə olan, alt astral təbəqədə olan varlıqları görürsünüz. Bunlar nələrdir? Bunlar hər kəsin cin bildiyi negativ varlıqlardır. Negativ parazitlərdir. Bunlar insan ilk olaraq bunları görür. O astrala keçid edərkən və astralda bu 4-cü boyut, 5-ci boyutda insanın qarşısına nə kimi varlıqlar çıxır? Bu rəhmani varlıqlar çıxırsa, bələdçilər, rəhbərlər, nurani varlıqlar, bunlar nədir? Və yaxud da başqa dünyanın varlıqları, başqa planetin varlıqları, bunlar nədir? Bunlar dostlar, hər kəsə fərqli-fərqli görünə bilər. Misal üçün, mən gördüyüm varlığı X bir şəxs görə bilməz. O şəxs gördüyü varlığı mən görə bilmərəm. Yəni hər kəsə fərqli-fərqli görünür və nə qədər çox bəyəni gəlsə, nə qədər çox izlənmə gəlsə bu videoya, çalışacağam bundan sonra davamlı gəlsin bu kimi videolar. Yəni bu kimi açıqlaması izahlı videolar, belə deyim. Sırf özüm danışacağım və bu videodan sonra davamlı olaraq astrala nə cür çıxmaq lazımdır, onun yöntəmini deyəcəm. Baxın dostlar, bəyənmə. Hər videoya baxarkən bəyənin. Bu videoya baxınız, bəyənin. Nə qədər çox bəyənmə olsa, mən astralın yöntəmini deyəcəm sizə. Özüm 5 dəfə birincisi olaraq astralda olmuş bir şəxsəm, bir dəfə də birincisiz olmuşam ilk olaraq. Bəzən bunu şeytani yuxu kimi yozurlar. Yəni astral qətiyyən şeytani bir yuxu deyil. Zaten sən astrala çıxmaq üçün qorxularını yenməlisən ilk olaraq. Bunu da sizə praktik olaraq başlayacağam. Yəni bir təlimi keçə bilərəm. Sadəcə yenə dediyim kimi dəstək olmaq lazımdır, videonu izləmək lazımdır və izləyərkən də videoya bəyəni atmaq lazımdır dostlar. Bunları unutmayın ki və bu kimi videoların davamı gəlsin. Bu qədər dostlar, çox uzatmaq istəmirəm çox uzun olsun. Kim əgər astrala çıxmağın yollarını öyrənmək istəyirsə, yöntəmin deyə bilərəm dostlar, praktik olaraq deyə bilərəm sizə. Amma bu videonu bəyənsəz, hər kəsdən bir bəyəni istəyirəm dostlar. Hər bir insandan bir bəyəni istəyirəm. Kim baxırsa o bəyənə bilər videonu. Yəni imkan daxilində bəyənsin. Və gecəniz xeyrə qalsın. Özünüzdən müğayət olun və yardına əmanət olun. Sülh olsun hər zaman. Yenidən başqa video ilə görüşənədək. Hələlik.